Tanınmış rəssam Nuranə Orucovanın təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş Açıq Səma adlı rəsm sərgisi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Nuranə Orucova tədbirə qatılan hər kəsə təşəkkürünü bildirib. O, bu sərginin təşkilində məqsədin həm Azərbaycan Respublikasının müstəqilliyini incəsənət vasitəsilə bütün dünyaya tanıtmaq, həm də milli dəyərlərimizi gənc nəslə aşılayaraq yaşatmaq olduğunu vurğulayıb. Rəssam çıxışı zamanı autizmli uşaqların da sərgidə yer almasının onun üçün xüsusi önəm daşıdığını qeyd edib. Sərgidə 40-dan çox sənətkarın, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət 90-dan artıq rəsm nümunəsi nümayiş etdirilib. Rəngarəng ekspozisiyada hər bir əsər fərdi hiss və düşüncələri, eyni zamanda azadlığa və milli kimliyə olan bağlılığı ifadə edib. Sərgi həm sənətsevərlər, həm də ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Çıxış edən natiqlər Nuranə Orucovanın sənətə verdiyi dəyəri, onun pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Nuranə Orucova uzun illərdir ki, gənc istedadların yetişməsinə çalışır. Onların yaradıcılıq potensialının üzə çıxarılması və inkişafı üçün yorulmadan çalışan bir sənətkar kimi tanınır. Onun şagirdləri beynəlxalq və yerli müsabiqədə uğurla iştirak edir. Qaliblər sırasındadır. Nuranə Orucovanın sənətə və insana olan sevgisi, hər bir şagirdə fərdi yanaşması, onların istedadını sevgi ilə cilalaması, müəllim kimi nüfuzunu daha da artırır. Qeyd olunub ki, rəssam Nuranə Orucova indiyədək bir sıra mükafatlara layiq görülüb. Xüsusilə İtaliyanın Roma şəhərindən aldığı sertifikat onun beynəlxalq aləmdə də tanındığını göstərir. Həmin sertifikat işğaldan azad olmuş Quballı rayonunun Qədili kəndinin təsvirinə görə ona təqdim olunub. Bu isə rəssamın həm peşəkarlığının, həm də vətənə bağlılığının bariz nümunəsidir. Tədbirin sonunda sərgidə iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim olunub. Açıq Səma adlı bu sərgi təkcə incəsənət tədbiri deyil, həm də müstəqil Azərbaycanımızın ruhunu, mədəni zənginliyini və sənətin birləşdirici gücünü əks etdirən dəyərli bir platforma kimi yadda qalıb. Sərgidə 40 şagirdin çəkdiyi 90 yaxın əl işi nümayiş etdirilib. Tədbirin əsas məqsədi istedadlı şagirdlərin əl işlərinin geniş ictimaiyyətə təqdim etmək və onların yaradıcılıq potensialını üzə çıxarmaq olub. Sərgidə təqdim olunan rəsmlər müxtəlif mövzuları əhatə etməklə yanaşı uşaqların estetik dünya görüşünü və bacarıqlarını da əks etdirir. Belə tədbirlər uşaqların yaradıcılıq ruhunun inkişafına, özünə inamlarının artmasına, gələcəkdə bu sahədə daha da irəliləmələrinə təkan verir. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.